Həm rəngli, həm də dadlı salat istəyənlərin nəzərinə. İndi hazırlayacağımız bu rəngli biber salatının dadı sizi unudulmaz anlara aparacaq. Videonu izləməzdən öncə mütləq kanala abunə olun. Videoların davamlı olması üçün bu çox vacibdir. Hər zaman olduğu kimi ingrediyentlərin dəqiq miqdarını açıqlama hissəsində qeyd edəcəm. Keçid edib baxa bilərsiniz. Bu salat gözəl görüntüsü və dadı ilə qonaq süfrələrinizdə mütləq özünə yer ayırdacaq. Əvvəlcə rəngli bolqar biberlərini gördüyünüz formada doğrayırıq. Doğrama ölçüsü əslində sizin zövqünüzə qalıb. Əgər daha xırda və daha iri formada xoşlayırsınızsa, o zaman özünüzə uyğun şəkildə də doğrama edə bilərsiniz. Lakin diqqət etməli olduğunuz məsələ tərəvəzlərin hər birini eyni ölçüdə doğramaqdır. Biberləri doğradıqdan sonra isə xiyarı doğrayırıq. Gördüyünüz kimi xiyarın iç hissəsini çıxarırıq. Buna səbəb isə salatın sulu şəkildə olmasının qarşısını almaqdır. Tərəvəzlərin hər birini xırda şəkildə doğradıqdan sonra isə keçid edirik toyuğun sinə ətinə. Toyuğun sinə ətini mən əsasən çəngəllər vasitəsilə xırdalayıram. Bəs siz fileyini xırdalamaq üçün hansı üsullardan istifadə edirsiniz? Rəy bölməsində mütləq qeyd edin. Həmçinin hazırladığınız özəl bir salat reseptiniz varsa, bunu da mənimlə rəy bölməsində bölüşsəniz çox sevinərəm. Göyərti olaraq sadəcə şüyüddən istifadə edirəm. Əgər siz başqa göyərt də əlavə etmək istəsəniz, zövqünüzə uyğun olaraq əlavə etməyiniz mümkündür. Gördüyünüz kimi bütün tərəvəzləri və göyərtini doğradıqdan sonra isə gözəl və rəngarəng bir görüntü alırıq. Daha sonra isə salatımıza istəyimizə uyğun istiot və duz əlavə edərək mayonez ilə qarışdırırıq. Çalışın mayonezin miqdarını az-az əlavə edəsiniz. Çünki salat gördüyünüz bu şəkildə alınmalıdır. Çox quru və çox mayonezli olsa, dadı istədiyiniz kimi olmayacaq. Dadlı salatlar və mətbəx sirləri üçün mütləq kanala abunə olun.